çatırdı. Bu zaman başka bir şey danışılır. İkinci Mehmet hakkında biz danışmışken yanımıza gəlsə, Mehmet'dən danışan demişdik ki, 1461-ci ildə Trabzon fəth edir. Trabzon tutmuşdu. Mehmet Konstantinopola tutan Bizans İmperiyasının varlığı son qoyduqdan sonra mərkəzləşdirmə siyasəti yürüdür. Yəni ki, Anadolu'da bu Hristiyan dövlətlər ki var idi, Bizansın qırğıntıları da, Yunan İmperiya dövlətləri. Onları da mərkəzi hakimiyyət tabi eləmək istəyir. Bunlardan biri də kimdir? Trabzon'dur. Bunu bilən Uzun Həsən bunun qarşısını almağa çalışır. Niyə? Ona görə yox ki, qohumdular, Qaradənizə çıxışlar, dövləti, filialı, məhv olub çıxdı, getdi söylü. Yox. Buna lazım olan məsələ nədir? Qaradənizə çıxışdırır adam. Avropa, Qaradənizə çıxışdırmaq ona görə lazım deyil, çimərlik var, yayla deyil, dincəlik. Ona görə lazımdır ki, Avropa ticarət aparırıq biz. Bunu itirsək, bizim nəfəsliyimiz bağlanır, forçka. Bağlanır və nəfəs alabilir ki, zaten tipəyə, başqa iş demir. Və Avropa dövlətinə əlaqə yaratmaq mümkündür. Ona görə də 1461-ci ildə Mehmetin qoşununa qarşı hücuma keçir. Və burada arasında döyüş baş verir. Qoyulu Hisar döyüşü. Və burada Ağqoyunlu bəyliyi də, bu döyüş dövlətə aid deyil. Bunu yadda saxlayın. Ağqoyunlu bəyliyi ilə Osmanlı dövləti arasında baş verir və Ağqoyunlu bəyliyi burada qalib gəlir. İndi bax, tarixə düşübdür ki, Ağqoyunlu bəyliyi Osmanlı qoşunlarını məğlub edir. Yəni orada, belə deyək də, ola bilsin ki, böyük bir ordu olmuyor, kiçik ordu olub, az silahlanmış, ya da pis silahlanmış bir Osmanlı qoşunu var, amma tarixdə bu qalıqda belədir. Yəni, Ağqoyunlu bəyliyi Osmanlı öz 2004-də Mehmetin dövründə məğlub edir onları. Amma Uzun Həsən də anlayır ki, bu qələbə bir təsadüf idi. Ona görə tez anasını elçilər göndərir. Elçilər göndərir haraya? 2-ci Mehmetin sarayına, İstanbul'a. Və bu elçilərin rəhbərliyi, başında duran şəxs, anası Sara xatun. Türk dünyasının ilk diplomatik qadını. İlk diplomatik qadını. Deməli, Sara xatun və o anasını elə bir ki, o yəqin başınıza gələkdir, uşaq vaxtı, şimdi uşaqsınız. Küçədə hansı uşağı döyərsiniz, bilərsiniz ki, yəni son döyərsiniz, təsadüfən alındı bu. Və qaça-qaça gəlsə eləşim, amma filankəs mənə gəlib döyəcəkdir, qoyma, imkan verməndir. Və bunun qarşısında, anasının qarşısında iki vəzifə qoyur. Deyim, amma deyil, ona deyilən ki, bizlə Ağqoyunlarla müharibədən 2-ci Mehmeti çəkindir. Trabzon fəthindən çəkindir. Bir də iki, bəli, Trabzonun fəthindən çəkindir onu. Və Sara xatun da böyük elçi elçi heyəti ilə gəlir 2-ci Mehmetin yanına və burada deməli, deyirlər bir-birinə ana oğul deyə müraciət edilmişlər və danışıqların nəticəsində nəyə nail ola bilir? Deməli, 2-ci Mehmeti Ağqoyunlarla müharibədən, döyüşdən çəkindirir, amma Trabzon fəthindən çəkindirə bilmir. Deyir ki, bəs, anlam deyirəmsə, amma yəni mən Trabzonu tutmalıyam. Yəni, bu mərkəzləşmə siyasətidir, sənin anlamazsan bu söhbəti. Ona görə də bu söhbət alınmır. Trabzonu fəth edir 1462-də. 61-də. Bürdə? Bürdə. Və bunlar arasında Ağqoyunlularla Osmanlılar arasında sülh bağlandı və bunlar arasındakı müharibənin birinci mərhələsində, ilk mərhələsində son qoydu. Müharibə böyük çəkmədi. 1461-də nə vardı? Qoylisar döyüşü vardı. İndi keçik nəyə? Danışırıq 1467-dən. Hansı döyüş başlamışlar gündüz? 1467-də. Muş döyüşmədi. Muş. Muş döyüşündə Ağqoyunlu bəyliyi Qaraqoyunlu dövlətini məğlub edir və Cahanşah da bu döyüşdə öldürülür. Bəli. 1468-də Qaraqoyunlu dövlətini sübuta uğradı və yeni dövlət olan Ağqoyunlu dövlətini yaradır. Nə qarət istədi? Təbrizi tutur. Sual verdi, gördük ki, tam danışa bilmir və ya boşalmır da adamın. Dedi, qoyursun danışın. Təbrizi tutur, bəli, ay dövlət. Və bununla Qaraqoyunlu dövləti sübut edir və yeni bir dövlət yaradır. Bu dövlət oldu hansı?
Haqqoyunlu dövləti yaranır. Haqqoyunlu da